Pəncərələri silirəm, anam bunu görməz. Evləri tostoranlayıram, anam bunu görməz. Evləri səlqəyə salıram, anam bunu görməz. Hər gün qavları yuyuram, amma anam bunu görməz. Bütün gün yemək hazırlayıram, mamam bunu görməz. Amma bircə dəqiqə telefon əlimə alan kimi, az o telefondan çıxdana sənin gözün çıxdaqım. Səni kimə ərə versəm qaytarıb çırpacaq mənim bu boş başıma. Bir qonşunun da qızlarına baxdı, biri dırnaq qoyur evdə pul qazanır, hərəsi bir iş görür. Amma sən bütün gün ancaq telefondan çıxmırsan, az nə tapırsan o telefonda. Ay mama, sənin də gözün ancaq mənim telefona girdiyimi görür və bir-bir elədiyim işlər, onu gözün görmür. Telefona bilirsən niyə girirəm? Bizon şans lotereyası keçirdir. 13 həftə 13 dənə maşın. Deyimə bu Bizonun qapağı var ha. Bax bunun altında kod var. Onu promo.bizon.az-a yazırsan, gözləyirsən, sənin də şansına maşın çıxsa udazsan ay mama. Amma qapağı tullama da, görək bizim bəxtimizə çıxır yoxsa yox. Az yaxşı, indi Bizondan maşın çıxır qadan alım. Hə ay mama, görmürsən, bax şans lotereyası, içindən maşın çıxır. Amma qapağı tullama ha bax. Elə heylə bir iş olardı nə var idi? Deyərdim qızımı kim alsa üstündə də maşın verirəm. Səni tezdən verərdim ərə.